hə. Neçə ildir bura gəlib gedirəm. Bir dənə süpərsin görənmirəm ya. O qədər bura gəlib getmişəm ki, bekarçılıqdan dedim balıq tutmayı öyrənim. Onu da öyrənəmədim. Balıq da tutanmadım. Ancaq konserva qabı tuturam, içi boş. Dişlənmiş qarpız tuturam. Bir dəfə də qıfıl tutdum, öz bəxtim qaldı qıraqda, kimsə bəxtini açdı. Balıqdan başqa hər şey tutmuşam burada. Bu Xəzər dənizini mən təmizləmişəm. Yaxşı telefon vaxtında götürmüşəm. Alo. Hə, mama. Ay Ülvi, hardasan bala? Balıq tuturam. Sən yaşıtların qız tutur, sən hələ də balıq dərdində. Ay mama, niyə tutub gətirərəm evə yeyərik də? Kimi bala, qızı? Ay mama, niyə qızı yeyirik? Balığı deyirəm. Ay bala, sən bu yaşına kimi bir balıq tutamayıbsan. Bundan sonra balığı tutsan nə olar, tutmasan nə olar? Özə mən səndən balıq istəmirəm, bala. Mən səndən nəvə istəyirəm. Bilmirəm, bir qız tap evlənir, yaşın keçir. Axşama da nə qaysan elə, öyə nəvi ilə gəl. Düt, düt, düt. Hə, bu mama nətərdir ya. Bu 9 aylıq şeyi məndən 9 dəqiqə nətər istəyir. Əslində arvad da düz deyirlər. Mən də fərasətsizəm də. Bu yaşıma gəlib çatmışam, hələ də evlənməmişim. Bir dənə qızdan evlənənmədim mən. Bir sən nə var? Qabağıma çıxanla evlənəcəm. Yaşım keçir mənim. Bu nədir ha? Nəsə ağır bir şey oxşuyur. Nə olar sapıq çıxmasın, nə olar sapıq olmasın. Sapıq olmasın, nə olar? Bu nədir? Bu nədir ha? Bırak məni! Bırak məni! Qız tutdum, balıq tutmaq istirdim, qız tutdum hə. Bırak məni insanoğlu! Hara bıraxıram az? Mən süpərisi arzu elirdim, mən səni tapdım, gəl bura. Bırak məni heyvan oğlu! Qulaq as, mən 3 dənə arzu istəyirəm, deməli ev istəyirəm, maşın istəyirəm, villa istəyirəm. Mən süpərisiyəm, onu qızıl balıq eləyir. Biləm, həzanlandım, zarafat elədim. Qulaq as, qızıl balıq da var. Hə, var, amma indi tutublar. Niyə? Çünki bir adam onu ev istədi ondan, o da verdi. Ondan sonra araşdırdılar ki, bir evi 3 nəfərə verib, basdılar içəri. Allah akvariumunu açsın, nə deyim? Yazıq. Qulaq as, mən səni nətər tutdum ya. Bu nədir? Sən qurdu yeməmsən ki sən. Sən qurda gəlməmsən? Yox, mən üzüyə gəlmişəm. Qız millət ki, qız millət ya. Mən də deyirəm, mənim üzümü atmışdım, düşüb oraya, qarmağa. Neçə illərdir ki, özümə su ərisi axtarıram. Axtarıram, amma tapa bilmirəm. Evdə qalmışam. Sən evdə qalmamısan, sən suda qalmısan. Qulaq as, sən çıxan kimi mənim gözlərim açıldı, əməli başdı. Düz deyirmişlər, balıq əti gözə xeyirdir. Sən neçə yaşın var? Mənim 122 yaşım var. Canı sılı qalmısan ki. Süpərsi. Mən çoxdan da sənə arzu eləyirdim. Deyirəm ki, bəlkə biz elə sən də subaylıqdan bezmirsən, mən də bəlkə ailə həyatı quraq. Olar ya, amma necə olacaq? Mən yarı balığam axı. Yarı balıqsan, stəkana dolu tərəfindən baxmaq lazımdır. Mənim üçün sən yarı qızsın. Qulaq as, mən bir dənə şey öyrənmək istəyirəm. O düzdür ki, balıqların yaddaşı 5 saniyə olur. Yox. Hə, deyirəm də səhv məlumat imiş. Nə? Şeydə bayaq dediyim. Nə dedin ki? Düz məlumat imiş, heç də. Gedək də evə gedək. Bax, görürsən, bizdə alınmaz Biz ayrı dünyaların canlılarıyıq. Niyə Bırak alınmır? mən çıxım gedim də. Ay, niyə alınmır? Bizim o qədər ortaq cəhətimiz var ki, mən də üzə bilirəm. Doğrudan, harada üzürsən? Bord içində. Gəl gedək də, gəl. Gedək, mən sənə həyat yoldaşım eləyim, evlənək. Ay, insanoğlu! İnsanoğlu zat demir, mən atam tanısan elə şey deməzsən. Atam o deyil, mən Ülvi denən, Ülvi. Ülvi, xahiş edirəm, bax, sonradan peşman olacağın şeylər eləmə də. Mən peşman olmayacağım, mən sənə arzu eləmişdim. İllər sonra xəyalım gerçəkləşdi. Həm də anam demişdi ki, 9 dəqiqə həll elə, 8 dəqiqə həll elədim. Gedək də, nə olar? Yaxşı, gedək. Gedək. Gəl. Gəl gözə evakuator sarım, ondan aparım. Balıq. Süpərsin.
Oğul boyunu yerə soxum sənin. Mənə tapdığın gəlin budur. Balıq de, bu balıq. Mən niyə balıq qohum əqrabanın dilinə salırsan? Mən yazıq deyiləm bə, ha? Nə deyəcəm mən cəmaata? Mən də deyirəm ki, mən səni özünü boş buraxsam, sən gedib hansı əğı sürüşkənin birini gətirəsən öyə. Sən elə özü sürüşkənin birini gətiribsən, mənim üstümə. Ay mama, 8 dəqiqə qurulan ailədən nə gözlürsən? Valla, mən 8 dəqiqə qurulan ailədən heç zat gözləmirəm. Bəri gəl, o görməsin. Mən sənə demişdim ki, bizim imkanımız biraz aşağıdır da. Qız tapsan, get biraz pullu tap da. Biraz vəzifədə zad olsun atasın. Sən getdin, pul çoxlu qız tapdın ma. Buçuqların da evlə bir olacaq. Amma demə, işlər eləyər. Ne deyəcəksin? Mən nə qaracam? Mən biabır elədim bütün qohum əqrabanın içində. Niyə? Nətər niyə? Bundan artıq niyə var? Balıqdır. Mən nətər cəmaata dəyəcəm indi? Hələ sevindiyimdən bibingirə də demişəm ki, tez bazar gəlin, Ülfü qız gətirib evə, tanış olacaq, gəlinimdir. Gəlinim balıqdır. Sənin boyun yerə soxum. Ay mama, nasıl gəlinin baxdı? Sən həmişə dalaşanda demirdin ki, bibim tülküdür, yoldaşı çaqqaldır, nə bilim, əmin deyirdin. Əmiyə nə deyirdin? İlan. Atın bibisi ilan olur, mənim əmi ilan deyə. Sizin eviniz meşədir. Mən həmişə suyun altından eşidirdim. Elə istəyirdim görüm. Gələcəklərində, düzləcəklər zoopark kimi burada satansı. Narahat olma. Mənə bax, sən hansı ağılla bunu gətirdin evə, ha? Biz nətər baxacaq buna? Rasxod de bu. Niyə? Su gəlmir, biz üzümüzü yanmırıq, biz günəşində qalırıq. Bala, üzümüzü su tapmayıb, güclə su tapırıq. Günəşlidə su yoxdur. Şeydir, var prosto yox kimi bir şeydir. Yox kimi bir şeydir. Belə pipetka ilə zatla yürü özümüzü. Qulaq ası, rasxod deyəndə ki, bu rasxodsuzdur. Hardan? Nədir bu, ayaqqabı almağa ehtiyac yoxdur. Bir də ki, ayağın dirib bizdən nəsə istəyəməyəcək, ayağı yoxdur. Amma bir dənə də maraqlı bir şey deyim sənə, toya gedəndə biz buna toy paltarı almalı deyilik. Hər toya toy paltarı deyəninindədir. Nə möhtəşəm, nə gözəl bir məni şeydən qutarıbsan, nədən deyirsən ondan, rasxoddan. Rasxoddan. Bunu biz harasa aparsaq, toya nişana aparsaq 3 nəfərin yerini tutacaq, uzanacaq enine boyuna. Mən lazımdır 150 manat artıq rasxod verim ona görə. Neyse bunu hara aparsam, mən evakuator zat çağırmalıyam, rasxod deyib bala bu. Özdə uzanıb o, ayağı da dura bilmir. Mən nətər bunu iş tapşıracağım? Ay mama, həmişə demirdin ki, elə gəlin tap ki, qırsın evdə otursun. Deyir, qırsın qırıb oturub da. Da nə istəyirsən? Mən nətər elədim, mən arada səhv elədim, səndən xahiş elədim, biabır elədim mən. Gəldilər bibi. Mən atım özümü. Hara gizlədim, hara gizlədim? Bunu vannaya sox. Vannaya sox, nə da az deyəcək, yox. Üstünə bir şey at. Hə, yaxşı, bağışla da. Üstünə bir şey at. Saylarına şükür. Qapını döydü, yaşmadınız, biz də qırdıq, girdi içəri. Mərifət qız bundan artıq olmayacaq, xoş gəlibsiniz. Hanı gəlin, hanı? Bu niyə uzanıb, bizi görüb durmur ayağa görüşməyə? Bilsənmi niyə uzanıbdı o? Şeydir dana, təzə gəlindi, göz nəzərə gəlibdi dana, itin qurdun dilinə, nəfsinə gəlmişik ona görə. Göz nəzərdir, ayağı burxulubdu belə, ona görə yazıqdır. Ayağı burxulub, ona görə zanıb. Can, gələn kimi ayağı burxuldu. Ölvi, deyirəm axır ki, bir torba bir balıq sala bildin. Bunları bilirəm balıq. Şeydir da bu. Balıq bürücüdür. Balıq bürücü. Ona görə. Bilirdiniz, balıq bürücüdür. Qızım, hardansan sən? Xəzərdən. Hansı? Əhmədin yuxarısındakı Xəzər? Hə, o Nerimanın yanından. Oradandır, neyinə lazım qohum çıxarsan? Deyirəm də elə, görünür. Hazıra nazır gələnlərdəndir. Ər çörəyi yəssən. Yox, mənim heç kimə ehtiyacım yoxdur. Mən öz üzgəclərimin üzərində dayanan qadınam. Üzgəc, üzgəc. Üzgəclər niyə? Bilmirsən üzgəc nədir? Üzgəclər Şeydir ana. Badalazdır. Badalazdır. Badalaz almışam. Başından girir, o başından çıxır. O, dəhşətdir. Sən nə Bu çox üzü? gəlinim, deyəm. Ay qardaş arvadı, sən deyirdin axı mən oğluma incə-mincə qız axtarıram. Bu elə biraz kökdü axı. Az kök gözün sən, get gözünü əkmə göstər. Gül kimi də qızdır, nə olub ki? Şeydir dana, prosto biraz balıq ətli. Balıq ətlidir. Mamlumatan qızdır, heç zotda yoxdur. Bəli. Kakraz balıq ət demişkən gələndə dedim, əli boş gəlməyib. Nə almışam? Sizdən balıq şey də var imiş. Balıq almışam. Nə oldu?
Nazım dayım! Kim? Gəlinin balıqla tanış çıxdı. Ha, Ülvi bala, onu deyirəm apar, ged o tərəfdə çək şişə, gətir çəkim dişə. Ülvi xahiş eləyəm, Ülvi! Ülvi o mənim dayımdır, bilirsən mən nə qədər gəzdirib çaqmaqdır. Gözə dayını xilas edin. Nazım dayı! Nazım dayı! Nazım dayı! Ülvi! Nazım dayı keçindi. Ülvi! Apar o Tomtuxovkaya. Aşıq dayın. Başı deyiləni ver. Ay, bunu elə bil balıq yarıya qədər yeyib. Nə gülürsən, hə? Ay, süpərsidir də. Nədir? Süpərisi? Sən ömründə süpərisi görürsən. Hardan bilirsən bu süpərisidir? Az tək mən yoxu, bütün şəhər bilir uje. Oğlum bunu evakuator üstündə gətirib. Gəlin evakuatorda gətirirlər. Daşı bütün şəhərlərində TikTokda olur deyə bilərsiniz. sizin videolarınızla. Bir neydi ya? Bibi. Çək görüm. Görsənmi? Ay bibi, heç göz... Üstündən keçmə. Balaca qala. Qızım qaldı. Düzü böyüyüb olsa. Bibi, ayıb olsa sənə bibi. Mən elə bilirdim ki, sən mənim ən sevimli bibimsən. Sən bilirdin bu süpərsidir, bizlə mırtdaşmağa gəldin. Oğlum, ayıb sənə olsun. Sən hələ də bibini tanımırsan. Əlbəttə mırtdaşmağa gəlirdik sizinlə. Görsən. Sən lazım idi bu. Bala, sən bu quruda nətər yeriyirsən? Yerimirəm ki, sürünürəm. Buna bax, deyirəm, Azel Miravaj, bu da elə deyək ki, deyirlər, gəlin ocağa çəkərik. Başa nə dəxli var ki? O da sizin kimi sürünür. Mən bibim eşitmişdim uşaq vaxt normal adamdır. Deyirəm də. Səydənəşlə evləndən sonra baş xarab olub. Bu nə? Ortada atan olmasaydı mən bunları pis sürüyərdim ha bax. Deyim biləsən. Ülvi, nə ilə tutubsan bunu? Adını elə tutacaq, qurtla. Deyirəm də elə içi qutdu gəlin oxşayır. Oo. Arvad yabasa. Mən başıma haran daşın salım. Niyə məni bax İtin qurdun itin dilinə saldın. Niyə məni bu səviyyəsizlərin, bu barmaqla göstərilənlərin, bu evindən xəbərsizlərin dilinə saldın? Niyə? Nə lazım idi bu? Oturmuşdum da otduğum yerdə. Nə gedib hamıya yayacaqlar? Biz görsənmirik. Buradayıq, bu da. Biraz çox oldu axı. Nə olsun? Buradasınız da elə belə yüngül deyirəm. Varıb gedəsiniz, arxanızdan gör nələr dəyəcək. Dəlixana, qonşular gəlir ki, daha bəsdir. Təsəvvür, o eşidirlər deyir, o qədər yox. O qədər yox. Yaxşı, belə də ki, düz deyirsiniz, çox üst-üzə gəldik. Tay biz gedək. Amma gedəndə bir dənə son dəfə sözümü deyim gedim. Bu gəlinin başını tez-tez yu. Niyə? Balıq başından iylənər. Ay Allah, mən nə qarajam indi. Gedib indi bütün qohum məqrəbiyə xəbər eləyəcəklər ki, Elmiran gəldi balıqdır. Belə şey olar, bir abırçılıqdır bu. Oğlum, Düz deyirsən. gəl yol yaxınca qayıt fikrindən. Yox. Mən bu qızı arzu eləmişdim və tapmışam. Bundan dünyada bir dənədir. Kim deyir onu? Bir dənədir də. Keşli bazarında tətöytü kilo ilə satırlar. Ay, o balıqdır, bu balıqdır, yarı balıq, yarı adamdır. Hər nədir? Mən bilmirəm, mən fikrimdən dönməyəcəm. Mənə insanların, qıraqdakıların fikri maraqlı deyil. Bu söz mənə çox tanış gəlir nəsə. Qızım, çəkil. Vaxtı ikən bunun bir atası var idi, indi də yaşayır. Prosto ölü kimi bir şeydir, nəysə. Deməli, Çox dərində getmə. Eləmi? Yaxşı. Deməli, 60 yaşında kişi başladı ki, mən cavanlaşacağam, üzümü dartdıracağam. Getdi, üzünü dartdırdı, üzü cırıq-cırıq oldu. Niyə xala? Niyə dəndə ki, biraz krisadır bunun atası. Dedi ki, həkimə pulu çıxmasın. Bir 3-4 dənə pəhlivan dostları var idi. Biri 200-300 ton idi, nə idi çəkiləri. Biri buradan qaşını dartdı, başını, qulağını dərkən sifəti oldu belə. Dözənmədi, cırıq-cırıq oldu. İndi də Dişinlə zaddan dartdı. indi də bir dənə üzü yoxdur ki, adamların içinə çıxsın. Ağız! Ağzımı tap bu yemeği yiyeyim! De, ağzının yerini tapanmayan çağırır.
Mən səndən maraqlıdır. Nə? Sən atanın sifətində o boyda ağzı qalıb. Bu nətər bu fərasətsizlik ki, ağzın yerini tapamır. Baba həmişə elə olub. Sən Az getdin. ne oldu ki ağzımın yerini tapdı? Dedim də sən onun insanoğlu demə. Gördün? Belə bir dənə adamdır. Bəlkə də maman düz deyir, biz evlənməsək yaxşıdır. Ha, yox, sən nə danışırsan? Mama da danışır. Biz evlənəcəyik. Maman sözlərinə qulaq asmasan. Mən səni çox istəyirəm. Mən səni həmişə arzu eləmişəm, istəmişəm. Mən uşaqlıqdan süper istəmişəm. Biz evlənəcəyik. Narahat olma. Sən mənim həyatımda tutduğum, gördüyüm ilk qadınsan. Həm də tutduğum ilk balıqsan. Və beləliklə su pərisi ilə insanoğlunun izdivacı baş tutdu. Oğlan toyu Poseidon Şadlıq Sarayında, qız toyu isə dənizin altında Titanik Şadlıq Sarayında oldu. Az Pəri, get mənə çay gətir. Necə gətirim? Sənə 100 dəfə dedim ki, kanal çəkdə, üzə-üzə gedim çayı gətirim. Az bir dənə evimizin içində kanal çatmırdı sən canı. Deyə, anan gel bizə gəlib getsin deyə Xəzər dənizindən evə ağ çəkdirmişdim. Ya bütün günü bizdəydi, anan üzgəcin bizim evdən çəkmək olmurdu. Yazıq anam, o qədər danışdın ki, heç gəlib getmirdi, çoxdandır görmürəm. Arxın qabağını kəsdim, bağladım kanalizasiyaya. Mənə gələndə çerez kanalizasiya təzədən evə gedirlər. Kanalizasiya Xəzərə tökülür axı. Sən öz anandan danış, heç toyumuza da gəlmədi. Ha, mən mamam bizim toyumuza nətər gəlsin? Qız toyuna gələnməzdi o. Çünki anamın kupaniki yox idi toya geyinməyə. Özdə ki, yaxşı ki gəlməyib. Niyə ki? Ha, yazıq dayım demişdi sənin toyunda sındıra-sındıra oynayacam, yazıq suyun altında boğula-boğula oynar. Sən deyən var, bunu çıxardı oyna. Güya sizin toy düzəməli oldu ki, Nə? bütün qohum əqrabamı yığmışdı stolun üstünə. Toyuma gələnlər bilmirdilər mənim toyuma sevinsinlər, yoxsa stola baxıb ağlasınlar. Az mən elmi dəniz məhsulları olanda toy bahalı görsənir də. Özdə ki, naşükür olmayı, ayıb olsun sənə. Toyda mənim əmim sənin dayınla dostlaşmadı. Toyun axırına qədər ondan içmədi. Mənim ağzımı açdırma. Sənin dayın mənim əmmimi zaksuska eləyib içirdi. Mən nə verim sənin dayın krevetkadır. Külmən başıma. Atamın evində necə xoşbəxt idim suyun altında. İndi dənizə də həsrət qalmışam. Mən də dənizə həsrət qalmışam da. Mən dəniz məhsullarına da həsrət qalmışam sənə görə. Az evə gələn adamlara mən nətər başa salım ki, bu, mənlə soruşurlar ki, niyə evdə ikra şəkil var? Mən nətər deyim ki, bu mənim arvadım uşaqlıq şəkilləridir. Ülvü, mən belə görürəm ki, biz xoşbəxt deyilik. Sən mənə söz vermişdin, amma sözümün üstündə dayanmadı. Mən bədbəxtəm, başa düşürsən, gəl ayrılaq. Az nəyin çatmır sənin? Suyum çatmır, dənizim çatmır. Nəyim çatmır deyirik? Alınmır da bizdə də, biz başqa dünyaların canlılarıyıq. Ayrılıq bitirək geçsin də. Bəlkə biraz da cəhd eləyək. Özünü aldatma da, görürsən ki, alınmır da bizdə də. Bilirsən necədir? Pəri, mən başa düşürəm, əslində çoxdan başa düşmüşəm, amma qəbullana bilmirəm. Mən qəbullana bilmirəm, çünki sən mənim arzum idin, sən mənim istəyim idin. Arzularımın belə tez puç olmasını istəməzdim. Bilirsən, mən səni arzu eləyəndə ancaq özümü fikirləşmişdim. Sənin xoşbəxtliyini fikirləşməmişdim. O vaxtı sizə deyirdilər ki, uşaq vaxtı sizi leyləklər gətirib. Bizə də uşaq olanda deyirdilər ki, suyun üzünə çıxmayan leyləklər aparacaq. Bax, həm də biz lap deyib bir yerdəyik. Barışdıq deyək ki, evliliğimizi davam elətdirdik. Və sən bizim ailənin üzünə nətər baxacaqsınız? Vəbşə siz insanlar necə baxa biləcəksiniz? Niyə? Çünki siz əlinizə gələn hər şeyi atırsınız dənizə, bizim evimizi kirlədirsiniz. Amma biz sizə elə şeylər eləmirik. Heç belə fikirləşməmişdim. Düz deyirsən. Mən insanlıq adına səndən üzr istəyirəm. Düz deyirsən, mən sən bədbəxt olmağa razı olan mənəm. Ayrılaq da. Sənə demişdim ilk dəfə məni tutanda, peşman olacağın şeylər eləmə. Sən mənim həyatda tutduğum ilk balıq idin. Yaxşı, Yaxşı, həm də arvad idin, yaxşı. apar məni aid olduğum yerə burax. Keşlə bazarına.
Keçmə bazarı nədir? Hə, yaxşı da yaxşı tutduğum yerə aparacam, yaxşı. Apar da. Gözdə evakuator çağırım. Qucağımda apar son dəfə. Necə aparım? Son Prokuruzam var mənim. Sen